Azərbaycan xalqının milli mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı və müqəddəs Ramazan ayı münasibətilə Ağcabədi rayonunda silsilə xeyriyyə tədbirləri keçirilir. Martın 15-də Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhər ərazisində məskunlaşan bir qrup az təminatlı ailəni ziyarət edib. Görüşlər zamanı ailələrin qayğıları ilə maraqlanan rayon rəhbəri sakinləri hər iki bayram münasibətilə təbrik edərək onlara rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan bayram sovqatlarını təqdim edib. Xeyriyyə təşəbbüslərinin davamı olaraq martın 16-sında rayonda daha geniş miqyaslı humanitar aksiya təşkil olunub. Ağcabədi rayon İcra Hakimiyyəti, Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulluğu və Türkiyə Dəyanət İşləri Başkanlığının birgə əməkdaşlığı ilə həyata keçirilən tədbir çərçivəsində 125 az təminatlı ailəyə ərzaq bağlamalarından ibarət bayram sovqatları paylanılıb. Bu nəcib addımlar rayon sakinlərində yüksək bayram əhval-ruhiyyəsi yaratmaqla yanaşı, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və həmrəylik münasibətlərinin növbəti nümunəsi kimi yadda qalıb. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.